Əziz müsəlmanlar, Ramazanla vidalaşdıqdan sonra üzərimizə düşən Allaha şükr etməkdir və məlumdur ki, asiliklərlə Allaha şükr edilməz. Belə ki, şükür insanın əməl etməsi və bununla Allaha şükrü qəsd etməsidir. Uca Allah buyurur: "Ey Davud nəsli, bu nemətlərə şükr edin." Həmçinin İbn Rəcəb rahimehullah buyurur: Allahın Ramazanda oruç tutmaq nemətinə əks olaraq Ramazandan sonra günahlar edənə gəldikdə isə o Allahın nemətinə əvəz olaraq naşükürlük etmişdir. Əziz müsəlmanlar, biz əzəmətli oruc mövsümü kimi sayılan Şəvval ayını yaşayırıq. Allahın elçisi sallallahu aleyhi və səlləm demişdir: Kim Ramazanda oruç tutarsa, bundan sonra ona Şəvvaldan 6 günlük orucu əlavə edərsə, il boyu oruç tutmuş kimi sayılar. Şəvval ayından 6 gün oruç tutmaq Ramazan orucunun qəbuluna işarə edən bir əlamətdir. Çünki yaxşı əməlin faydası özündən sonra digər yaxşı əmələ açdığı qapıdır. Şəvval ayında tutulan oruc da Ramazanda səni oruç tutmağa müvəffəq edən Allaha olunan bir şükürdür.